İranda baş verən hadisələrdə gəlinən son nöqtənin təhlilini sizdən istəyəcəm Fazil bəy. Öncə sizdən nəyə görə Pezeşkiyanın dünən hökumət tərəfindən demək təşkil olunmuş mitinqdə ön sıralarda olması, Xameneyinin Amerikaya meydan oxuması, Amerikanın hər an hücum edə bilərik kimi açıqlamaları Trump səviyyəsində və indiki vəziyyət və 600-dən çox son rəqəmlər onu göstərir. İnsan ölümü ilə müşahidə olunan bir demək mitinq dalğasından gedir söhbət. Nə gözlənilir və belə deyək, sürpriz bir demək həmlə və yaxud da sürpriz bir dönüş ola bilərmi mitinqlərin gedişində? Əvvəla İranda bu hadisələr zamanı qətlə yetirilən insanların ailələrinə mən başsağlığı verirəm. Çox üzücü bir haldır. Çünki qonşu ölkədə istər bizim soydaşlarımız olsun, istər başqa millətlərin təmsilçiləri olsun, insan ölümü var və bu insan ölümü də hamımızı üzür. İkinci məsələ bizi bir daha vacib bir diskussiya yönəltdi. Azərbaycanın gələcəkdə İranla bağlı strategiyası nə olmalıdır? Və bunun üçün də müzakirələrin açılması olduqca faydalıdır. Yəni kiminsə fikri qəbul olunmaz, amma biz bir də artıq 90-cı illərin bizim üçün müəyyən olunmuş müəyyən postulatlarından, ehkamlarından artıq qurtulma imkanı da əldə eləmiş oluruq. Birinci növbədə siz indi izahat verdiniz ki, Məmməd Əmin Rəfsuzadədən başlayan biri. Bu yanlış bir ifadədir. Çünki Məmməd Əmin Rəfsuzadənin Azərbaycanın birləşməsi ilə bağlı hər hansı bir şəkildə siyasi tezisi olmayıb. Hətta Məmməd Əmin Rəfsuzadəsi olarmı? Bildim, yəni bu ifadəni ona görə mən istəyirəm doğru. Bu olub da Əbülfəz Elçibəyin. Və bu da Sovet dövründə, mən onu yazılı mətndə də xüsusi olaraq əsaslandırıb vermişəm. Mən təkcə mənim fikrim deyil. Siz indi bunu araşdırsaq, bu sahənin mütəxəssislərini, Cəmil Həsənlinin, Vidadi Mustafayevin, Nəsib Nəsibzadənin və başqalarının əsərlərini araşdırsanız, bunun həqiqət olduğunu görərsiniz. Yəni faktdan söhbət gedirsə, fakt odur ki, hətta 38-ci ildə Sovet İttifaqı İranla müəyyən bir hadisələr olmuşdu. Bir erməni demək orada agent Fransaya gedib müəyyən İranda olan Sovet demək agenturasını açıqlamışdı. 500-ə yaxın adamı ona görə edam eləmişdilər. Ondan sonra münasibətlər pozulmuşdu və sərhəd qoyulması qərarı alınanda SSR burada olan İranlıları ora göndərərkən 50 minə yaxın NKVD çekistini də onların gözünə qatıb İranlı kimi İrana sürgün eləmişdi. Onun içində təbii ki, İranlı da vardı. Və orada da onlar zəmin hazırlamalıydılar SSR-nin işğalına. Və bunu da gerçəkləşdirə bildilər. Buna da əsas bəhanəni İran Xarici İşlər Nazirliyi xəritə buraxdı. Xəritədə Türkiyə xaric digər ölkələrin sərhədlərini tanımadığını bildirdi və SSR də bunu əsas götürərək xüsusi bir Stalin əmri ilə rapor hazırlandı və orada Cənubi Azərbaycan məsələsi prioritet məsələ olaraq gələcəkdə Sovet İttifaqının orada istifadə edəcəyi kurs olaraq qəbul olundu. Və qəbul olunandan sonra da 45-ci ildə məlum hadisələr, Azərbaycan muxtariyyəti və başqa məsələlər, sonra da Trumenin təhdidi ilə geri çəkildilər. Bunlar hamısı bir real bir faktlardır və həmən hadisə 77-ci ildə təkrar gündəmə gəldi. Yenə də SSR-nin İrana işğalı nəzərdə tutulurdu, çünki İranda qarşılıq vardı, bilinmirdi hansı rejim qurulacaq. Və onda Azərbaycanda Azərbaycan Kommunist Partiyası xətti ilə Güney Azərbaycan mövzusunu gündəmə gətirirlər. Bu əslində bizim üçün Azərbaycan milli azadlıq hərəkatı üçün faydalı oldu. Nədən faydalı oldu? Çünki Sovet rejiminə gücümüz çatmır, onun dağılacağı perspektivini görmürük. Güney Azərbaycan məsələsi üzərindən cəmiyyətin təşkilatlanmasını həyata keçirir. Bu olduqca faydalı oldu. Şeirlər, ədəbiyyat, araz həsrəti və başqa məsələlər insanlarda milli duyğuları gücləndirdi. Və o kontekstdə də bizim milli hərəkatın bütün üzvləri bu ideyanı özününküləşdirib və gələcəkdə bunun real bir məzmun xarakter kəsb edilən özlərini inandırdılar. Lakin bu bir müddət müstəqillik qazanandan sonra artıq bu ideya bir də baxılmalıydı. Çünki bunu biz istəyirik ya İranda yaşayan Azərbaycanlılar. İranda yaşayan Azərbaycanlıları ümumiləşdirmək olmaz. Orada müəyyən bir cəmiyyətin burja təbəqəsinə sahib olan və hakimiyyətdə önəmli yer tutan və hakimiyyətə əslində sahib olan bir Azərbaycanlı gücü var. Bir də müəyyən demək Heydər Babaya salamdan, Bəxtiyar Vahabzadənin Gülüstanından biraz duyğulanaraq arzu qoyan ki, Azərbaycan birləşsə yaxşıdır. Bu bütün xalqlarda belə arzular var. Yəni bu da normaldır. Yəni bu ədəbiyyatda, şeirdə bunun yaşaması da vacibdir. Amma bu siyasətə bunu köçürmək
artıq müstəqil bir dövlət quran Azərbaycan üçün nə dərəcədə faydalıdır? Biz bunun artıq müzakirəsini ciddi şəkildə aparmalıyıq. Mən hesab edirəm ki, indiki vəziyyətdə, hətta bəlkə yaxın 30 ildə bu bizim üçün faydalı deyil. Nə baxımdan? Bax, siz dünən qeyd elədiniz. Təbrizdə 1 milyon adam çıxdı nümayişə. Hakimiyyəti dəstəkləmək. Çünki hakimiyyətdə türklərdir də. Dini rəhbər türk, prezident türk, ordunun generallarının əksəriyyəti türk. Kim öz hakimiyyətini, dövlətin hansısa bir şəkildə parçalanmasını, dağılmasını istəyər və əlində olan varı, dövlətin, mülkiyyətin çıxmasını istəyər? Sadəcə bizim hədəfimizi mən göstərməyə çalışdım ki, bizim marağımız odur ki, bizim üçün İrandan gələn ideoloji təhlükə ortadan qalxsın. Yəni, bu dini ideoloji təhlükə bizim dövlətimizin gələcəyi üçün problem yarada bilər. Və biz də onu deyirik ki, İranda dünyəvi dövlət modelinin bu və ya digər formada önə çıxması bizim faydamızadır. Çünki dünyəvi, pragmatik, realist düşünən insanlarla gələcəyin, bölgənin gələcəyini qurmaq daha rahat olur. Və ikinci tərəfdən də bizdə xeyli başıboş insanları bu dini düşüncə ilə öz dövlətinə qarşı formalaşdıran bir ideoloji xəttdə pul ötürülür, demək, agentura şəbəkəsi yaradılır və biz bunun qarşısını almaq üçün xeyli çətinlik də çəkirik. Və o baxımdan artıq dünyəvi dövlət olanda pragmatik maraqlardan çıxış eləyəcək. Onun nəyinə lazım ki, harca ölkədə deyək ki, bunun bir 1000 dənə, 2000 dənə yaçeykası, qruplaşması filanı olsun. Və biz bu baxımdan məsələyə artıq bizim Güney Azərbaycan məsələsinə baxışımızı da indi yenidən bir müzakirədən keçirib, bunun aktuallaşdırması yerinə İranda dünyəvi dövlət qurulması, insan haqları, Azərbaycanlıların məktəb, dil və başqa ilkin mərhələdə olan problemlər həlli istiqamətində öz dəstəyimizi vermək. Dəstəyimiz nədir? Məsələn, biz Borçalıda da türklər var, Dərbətdə də var. Biz hamısını birləşdirmə deyə bir xəyal quranmarıq ki, bu günlər siz görmürsünüz ki, Əfqanistan o 100 yerə, 50 yerə bölünmüşdür. Ziyan nədir bəs? Əfqanistanı qoymadı. Fəsadı nədir? Çünki dünyanın istiqamətini bizim kimi kiçik xalqlar, dövlətlər müəyyən eləmir. Dünyanın istiqamətini müəyyən eləyənlər kiminsə parçalanmasına qərar veriblərsə, məsələn Kosovada, bunu etdilər. Amma ondan sonra deyək ki, Suriyada bunu etmək istəmədilər, İraqda etmədilər, Əfqanistanda etmədilər. İranda bunu kim edər? Kimin marağına uyğundur? Yəni ona görə də biz bir özümüzün xəyalımızla dünya siyasətinin reallığını üzləşdirəndə biz bu məcərəyə Azərbaycanı sürükləyən, siyasətdə olan insanların gətirə biləcəyi faciəni indidən xəbərdarlıq eləyirik. Proqnozlaşdırır. Və Azərbaycan dövlətinin başçısı da mən 50 milyonluq Azərbaycan prezidenti deyəndə ərazi anlayışı ilə bunu demir. Yəni Danimarkada olan Azərbaycanlını da, İranda olan Azərbaycan, Borçalıda olan Azərbaycanlının da mədəni birliyini, mədəni mənəvi birliyini göstərən bir tezisdir. Bu da yaxşı, doğru tezisdir. Amma heç bir halda bu tezisi biz ərazi tezisi, haransa birləşdirilməsi, ayrılması deyə götürənmərik. Və biz də bir tezisi də qəbul eləməliyik. Bununla bağlı mən əsərlərdə də yazmışam, çıxışlarda da qeyd edirəm. Biz 1828-ci ildə Allah bizə nəsib edib ki, biz İrandan qopmuşuq, İran arealı ilə qurtarmışıq. Bizim ayrıca müstəqil dövlətimiz yox idi ki, nəysə parçalasınlar. Ayrı-ayrı xanlıqlar idi. Bizim xanlıqlar formasında yeni bir mühitə gəlməsəydik, milli identifikasiyamızı tapmayacaqdıq. Hələ 18-ci ilə qədər bizdə hamı özünə İranlı deyir. Özünü Azərbaycanlı adlandıran çox az idi. Biz indi ondan qutarıb müstəqil dövlət qurduğumuza görə bugün Azərbaycanlıyıq, müstəqil dövlətin vətəndaşı və 90-da da bunu bərpa eləyə bilmişik. Orada bizim yazıq xalqımızın 30 milyona yaxın, 20 milyon olsun, 50 milyon olsun üzvü bu müstəqilliyin neymətini dadanmadı. Çünki bu sistemin içində müstəqil dövlətə çevirmə şansı bugün də yoxdur, bir neçə illər sonra da olmayacaqdır. Bunu nəzərə almaq lazımdır. Ona görə də bunu açıqca cəmiyyətdə müzakirə eləmək, aqressiyasız, normal şəkildə bu bizim ümumi faydamız olar ki, sonra bizdən sonra gələn gənclər bəzi bizim kimi sıramızda olan və indi xəyalını qurmuş, amma bunu zamanın şərtləri altında dəyişə bilməyən insanlara
oxşamasınlar, biraz daha məsələyə praqmatik, real baxa bilsinlər. Və Pənah bəyin tarixdəki xatırlatmaları, Məmməd Əmin Rəsulzadə, Stalin dönəmi, orada Heydər Əliyev dönəmi və oradakı ideyaların xatırladılması. Eyni zamanda Azərbaycanın bu birləşməsi dönəmindəki o yüksəliş dövrlərində hər zaman, belə bu dönəmlərdə hər zaman bu cür fikirlərin səsləndirilməsinin apardığı paralellər var ki, hansı tezislərlə səsləşir. Bu ittihamdır, dolayısıyla bunu qəbul edirsiniz. Əvvəla, indi Pənah bəy inciməsin. Mən, ümumiyyətlə, mənim həqiqətən də son illərdə çalışdığım odur ki, belə Pənah bəy də daxil olmaqla bu obrazda Azərbaycan siyasətində siyasi əllaməçiliklə məşğul olan güruha qarşı öz mövqeyimi qoyum ki, çünki biz də 90-cı illərin bu təcrübəsinə dayanaraq bu insanların baxışlarının zərərli meyvələrini hamımız dadmalı olmuşuq və bu gün də gələn çıxılan Xalq Cəbhəsinin vəziyyəti, başqa məsələlər hamısı onu gətirib göstərdi ki, biz müzakirə eləməkdən və sağlam mühakimədən qaçdıq və o zaman da elə 86-cı ildə yenidən qurma hərəkatı başlayanda da elə Zərcuş Əlizadəni də, başqalarını da qara güruhçuluqla susturmağa çalışdıq, müzakirəyə qoymadıq. Yəni, hardansa qovduq, hardansa çıxış eləməyə imkan vermədik. Təbii ki, onun da yanlış baxışları kifayət qədər vardı, amma bu məsələdə haqlı idi. Siz fikir verirsiniz, həmişə bəzən bu qara güruhun təmsilçiləri nəyə deyirdilər? Niyə Xalq Cəbhəsinin nizamnaməsində, o vaxt Pənah bəy də Xalq Cəbhəsinin rəhbərliyində idi, niyə yenidən qurmanı müdafiə eləmək filan sözləri yazılıb, müstəqillik yazılıb? Elçi bəy nə deyirdi? Bəlkə əslində bunların hamısı bilmirəm. İndi mən konkret sözlər deyirəm ki, əslində bu doğru addım idi. Çünki bir xalqın müstəqillik uğrunda mübarizəsi tədrici, dövrün, rejimin təqdim elədiyi platformaya uyğun aparılmalıdır və onun içində hansısa ilkin fürsətlər yaranarsa müstəqilliyə. Bizdə də təqribən elə oldu. Yəni, elə 18-ci ildə də elə oldu. 17-ci ildə Məmməd Əmin Rəsulzadə harda Azərbaycanın müstəqillik məsələsini qoymuşdu? Muxtariyyət məsələsi, milli mədəni muxtariyyət, sonra siyasi muxtariyyət məsələsi qoyuldu. Sonra Zaqafqaziya Seymi məsələsi formalaşandan sonra müstəqillik ideyası ortaya gəldi. O da ağıllı taktika idi. Çünki ümumiyyətlə müstəqilliyin qazanılması üçün bir xalqın riskə vaxtından əvvəl getməsi təhlükəlidir. Ona görə də o 90-cı il, o 86-90-cı illərin o müqayisəsi məncə qüsurlu. Çox üzr istəyirəm, debatdır da bu. Çox üzr istəyirəm, tərif eləməyək bilim. Mən dedim ki, məsələn, mən xüsusi misal gətirdim ki, totalitar stereotipli rejimlərdə, bugün də İranda da totalitar rejimdir. Eləmi? İcazə ver. Rejimlərdə demokratik, Əbülfəz Elçi bəy onu gətirdi. O həm Zərcuş Əlizadə kimi demokratiya, ümumiyyətlə, demokratik insan hüquqları və s. olmasın, yalnız müstəqillik məsələsini deyənləri də kənara qoydu. Elçi bəlçilik oldu da, biz də onun davamçısı olmuşuq. Biz də o xətti Xalq Cəbhəsində oldu. Həm də müstəqillik məsələsini qoymayaq. Ümumiyyətlə, bu, demək, bunun vaxtı deyil, hələ estiri davam eləyəcək. Birdən davam elədi, eləmi? Ona da qarşı olub, orta, düzgün, doğru xətti müəyyən eləyib ki, hətta mən formul elədim, dedim ki, Elçi bəy onu birbaşa ifadə edib ki, totalitar rejimlərdən, bu cür imperiyalar daxilindəki məsələ olanda milli tələblər, demokratik hərəkatın şüarları platforması kimi çıxış edir. Eyni zamanda da, demək, demokratik tələblər milli hərəkatın, demək, şüarı və platforması kimi çıxış edir. Bu, həqiqət bundan ibarət idi. Doğru bu idi. Xalq Cəbhəsi də bunu seçdi. Mən nə deyirəm? Yox, siz indi mənim dediklərimə güya bunu argument kimi əleyhinə qoyursunuz ki, siz də və digərləri Xalq Cəbhəsi də bu səhv yolu seçdi. Xalq Cəbhəsi doğru yolu seçdi o dövrdə. Yox, mən indi onu da gətirirəm ki, siz başqa argumenti gətirirsiniz. Mən deyirəm ki, Xalq Cəbhəsinin nizamnaməsində doğru təsbit olunmuşdu. Və bunu da söyləyənlər ola bilsin. Bir adam da deyir ki, istəyir hələ tezliyi dağılmayacaq. Ola bilər. İndi İranda da eyni şeydir. İranda federalist də deyə bilər, muxtariyyət də deyə bilər, istiqlal da qoy deyən olsun. Biz o adamları biraz susturma variantına gedəndə daha çox onda müzakirə, mübahisə və başqa məsələlərin istiqaməti əslində doğru yönə getmədi. Və nəticədə də 90-cı il yanvar hadisələri və başqa hadisələrin də əslində məsələn sizlər cəbhədə bir qanad olan insanlar bunun heç o qədər lehinə deyildiniz. Yəni bu cür gərginliyin dırmanmasının. Əslində o qanadda, radikal qanadda olanlardan biri mən idim və bunun lehinə idim. Amma mən indi öz səhvlərimizi, o dönəm yaşadığımız səhvləri də söyləyirəm və deyirəm ki,
bu məsələlərə bizim baxışımızda da əsas prioritet, əsas mərkəzi amil Azərbaycan, müstəqil Azərbaycan dünyəvi dövləti olmalıdır. Onun baxış bucağından. Ona nə xeyirdir, nə zərərdir? Yoxsa kiminsə duyğuları ola bilər. Mənim soydaşım, canım, ciyərim Azərbaycanlı kimsə bir düşünə bilər. Bunu ayrılsa ədəbiyyatda yaza bilər. Yoxdur. Mənim son günlərdə bu məsələ var. Biz bunu dəyərləndirərkən özə siz Azərbaycan dövlətliyində biraz qeyri-məmur. Mən deyirəm ki, bu məsələ prioritet kriteriya kimi götürülməlidir. Azərbaycan Respublikasının konkret. Bəs mən Azərbaycan Respublikası deyirəm. Yəni söhbət ondan gedir ki, biz bugünkü Azərbaycan Respublikasına aid olan hədəfləri addım-addım gerçəkləşdirib yekunlaşdırmamışıq və bunun da son mərhələlərindən biri Zəngəzur dəhlizi məsələsidir. Bu strateji bir məsələdir və bu məsələni yekunlaşdırana qədər biz bir çox o məcara xarakterli bəlkə görünən, bizim üçün təhlükəyə çevrilə biləcək şüarları, yersiz, hətta ona qarşılıq tapa bilmədiyimiz şüarları dayandırmalıyıq. Mən sizə bir nümunə deyəcəm. Baxın, rəisi İran prezidenti həlak olanda Təbrizdə 800 minə yaxın insan çıxmışdı onun. Qadınlar yaylıqlarını sürtürdülər. Bunu təkcə hökumətin məcburiyyəti ilə bu tabuta sürtürdülər. Olmur. Yəni bu gün də o ideyanı müdafiə eləmə, rejimi müdafiə eləmə baxımından onların əvəzinə biz qərar vermirik. Hətta 90-cı ildə Müsavat Partiyasının proqramında ağıllı olaraq yazılmışdı ki, Cənubi Azərbaycan məsələsi İran Azərbaycanlılarının özünün həll edə biləcəyi məsələ olmalıdır. Bu da o demək, onu da mübahisə doğururdu ki, niyə biz özümüz qarışmayaq falan. Mənim demək istəyim odur ki, biz başqası üçün köynək biçməyə özümüzü bir öhdəlik götürmüş bir baxışla addım atmayaq. Bizim öhdəliyimiz... Başqası deyərkən, məsələn, biz sabahları siz deyə bilərsiniz ki, məsələn, Borçalını da istəyirəm. Dərbəndi də istəyirəm. Yox, konkret. Bu Cənubi Azərbaycan. Mən deyirəm ki, bu xəyal bizim Azərbaycan Respublikasının bugünkü hədəflərinə uyğun deyil. Bu xəyalı saxlayın öz içinizdə, ədəbiyyatda saxlayın, siyasətə köçürməyin. Siyasətdə xeyli işsiz, gücsüz adamlar var. Azərbaycan siyasətində real vəziyyətdə hansısa bir ideya istehsal edə bilmirlər, hakimiyyətə gələ bilmirlər, hansısa içində belə də bu cəmiyyətdə olan insanlar. Bunlar üçün ən barınma yeri artıq bütöv Azərbaycan, bu ideyanın spekulyasiya edilməsidir. Mən də bunun əleyhinəyəm ki, xalqın bir müstəqil bir dövlət yaratmasını, əgər bu mahiyyətini anlayırsınızsa, bunu doğru oxumalısınız. Məsələn, indi Pənah bəy Məmməd Əmin Rəfsadə ilə bağlı danışdı. Görünür, Məmməd Əmin Rəfsadənin də kifayət qədər ciddi oxusa da onu hələ nə istədiyini doğru şərh edə bilməyib. Mən sizə bir nümunə deyim. Rəsulzadə İranın No qəzetində işləyəndə redaktor idi, getdi Səttarxanla görüşdü. Bütün İranı onun təsvirlərinə baxsaz, şəhər və şəhər o qədər dəqiq təsvir edib oranın xarakterini və o ümidsiz vəziyyətdə çıxdı, getdi İstanbula. Gördü ki, İranla Azərbaycanın gələcəyinin perspektivi yoxdur. Və qayıdandan sonra Rəsulzadə Azərbaycan adını dövlətə, onun yəni çevrəsi verəndə Rəsulzadəyə qarşı ən çox sərt çıxış edənlər İran cinahında olan Azərbaycanlılar oldu. Pişəvəri, Seyid Həsən Tağızadə, Xiyabani, sən nə haqla Azərbaycan adını götürmüsən, Azərbaycan İrana məxsusdur. Bunun olmaz Rüstəmovanın Azərbaycan adının mənşəyi ilə bağlı kitabı da çıxıbdır, oradan da oxuya bilərsiniz. Oxumuşam, Tohid. Və demək bu məsələlərin hamısını biz ciddi baxmalıyıq ki, Rəsulzadə artıq bu Azərbaycanı, yəni İranla bir modeldə düşünərək nəzərdə tutmamış. Hətta əsrimizin siyavuşunda belə mental olaraq bu toplumun yaxın olmasını xüsusi vurğulasa da, bu ideyanın bir birləşmə ideyası üzərində hansısa bir siyasi tezis irəli sürməyib. Dediyi heç birinin əsası yoxdur. Bu tezis, hətta bizdə indi şərhçilər də verirlər, Vidadi Mustafayev də araşdırmasında verdi. Məmməd Əli Tərbiyyəti 1935-ci ildə Danışmandani Azərbaycan çox dəyərli bir kitabı çıxdı. Onu bizimkilər şərh edir. Necə ki, İran, İngiltərə konsulu o biri şərh edir ki, bu Azərbaycan birləşə bilər. Ermənilər də hər dəfə bunu deyirlər. Azərbaycan bir. Bu bir mülahizədir də, bu subyektiv bir düşüncədir. Onu götürüb yazır ora ki, birləşə. Birləşmənin şərtləri biz axı mental olaraq çox fərqli toplumlarıq. Nə mənada mental? Bu, məsələn, Üzeyir bəyin, tutaq ki, Qara Qarayevin, nə bilim, Rəsulzadənin, Əbülfəz Eysibə başqalarının düşüncəsinə dayanan, Heydər Əliyevin düşüncəsinə dayanan bir dünyəvi dövlət modelində olan bir cəmiyyət birdən-birə uzun illər hələ bir mərhələni keçməmiş
və dini teokratik düşüncədən azad olmamış, hətta bizim içimizdə belə bu dünyəvi dövləti təhdid edən elementləri düzüb qoşa bilmiş bir cəmiyyətlə bizim belə rahatlıqla bu ideyanı gündəmə gətirməyimiz o qədər rahat məsələ deyil. Başlanğıc nə zaman oldu? Bu başlanğıc niyə? Başlanğıc ümumiyyətlə buraxmaq lazım tarixin, xalqın istəyinə, tarixin istəyinə, cəmiyyətin inkişafına. Bu cəmiyyət əgər özünü bir İranlaşmış bir cəmiyyət olaraq görürsə, sadəcə onun içindən bir 10 min, 15 min milliyyətçi bunu istəyirsə, bunların da istəyinə sayğı ilə yanaşmaq lazım. Bunlar da təbii istəkdir, istəyir ki, bir yerdə olaq. Amma dünya konjekturunda biz hardayıq? Dünya konjekturunda biz bir dənə Qarabağ məsələsinin həlli üçün hansı əzabları 30 ildə keçdik? Hansı yolları keçdik? Bu gün bir dənə Zəngəzur dəhlizini Ermənistanla razılaşıb özümüz aça bilmirik. Çünki onun da həlli oradan mütləq Trampın, yox, mütləq Trampı qoşmuşuq ki, sən gəl, sənin adını veririk, sən bunu aç. Oradan Putinin təzyiqi, buradan İranın təzyiqi. Demək istədiyim nədir? Biz Azərbaycan dövlətini bütün hallarda vaxtsız demək, necə olub da bizdə də müstəqillik uğrunda mübarizə aparan 50-ci ildə kişilər olub və İldırım təşkilatı olubdur. İsmixan demək, müəllim, nəhəng bir şəxsiyyətlər olubdur. Bunların hamısını həbsə qatıblar, tutublar, öldürüblər, əziyyət veriblər. Çünki bunların yolu və məndə xeyir eləyib də, cəmiyyət üçün ideya qoyublar, bayraq yaradıblar. Amma bu yol vaxtından əvvəl olduğuna atılan addımlara görə nəticə verməyib də. Yəni bu marjinal 10-15 adam bunu yapara bilər. Amma Azərbaycan siyasətində olan insanlar artıq 90-cı ildə bizim əslində bunu yaxşı istifadə elədik biz. Bu verilən ideyanı biz Azərbaycan milli hərəkatının qidalanması üçün, bir milli soydaşlıq duyğusunun yaranması üçün bunu elədik. Amma indi biz müstəqil dövlət olandan sonra artıq bizim siyasi baxışımız formalaşmalıdır bütün məsələlərə. Bu siyasi baxış bizim etnik simpatiyamızdan daha öndə. Məsələn, mən sizə bir nümunə deyirəm. PKK Kürdlərin güya azadlıq uğrunda mübarizə aparan təşkilatıdır. Bu PKK-nın Kürd xalqına vurduğu ziyanı heç kim vurmadı. Bu günləri Türkiyə hakimiyyətini gedin, axtarın. Hakimiyyətdə, parlamentdə də, dövlət vəzifələrində də 50%-dən yuxarı Kürd millətinə məxsus insanlardır. Xarici İşlər Naziri, Maliyyə Naziri, hamısını sayın. Amma bir bölünməz bir dövlətin içində Kürd faktoru daha çox mövqe qazandı. Azərbaycanlılar da İranda belə baxırlar. Yəni bu dövlətin içində çoxluğu, demoqrafik çoxluğu əldə edəndən sonra, orada bəlli bir dünyəvi dövlət modelində düşünən insanların sayı çoxalandan sonra, bu dinçi, demək, teokratik virusdan qurtaran insan sayı çoxalandan sonra bu çəkəcək 30 il, 40 il. Oradan belə bir iradə, özlərinin müstəqilliyi, muxtariyyəti, dili, məktəbi, bu tələblər olanda, onda biz artıq məsələyə başqa cür yanaşacağıq. Bu gün mən dediyim, bu yaxın dövrə aid olan məsələlər. Onlar məniz istəyirəm. O baxımdan da indi Pənah bəyin gəlişi gözəl, bu söz yığını olan xeyli fikirlər dedi. Xeyli sözlər saydı. Bunun heç biri fakta söykənən məsələ deyil. Mən dediyimi təşrif eləmədi. Mən deyirəm ki, bunu 40-cı ildə bu ideyanı ortaya Stalin atdı. 77-ci ildə Brejnev hakimiyyətində bu məsələ aktuallaşdı ki, İranı işğal eləmək və sonra da biz sərhədi dağıtdıq, Araz sahilinin yolunu açdıq və ondan sonra Azərbaycan daha çox İranlaşdı, Azərbaycan mental olaraq. Nəinki orada Azərbaycanlılar bizim dünyəvi Azərbaycan modelinə sevgi ilə baxdılar. Ya bu çox önəmlidir. Yəni ona görə də biz bu Azərbaycanı əslində bu bütövlükdə müstəqilliyini möhkəmlətmək istəyiriksə, bu virusdan Azərbaycanı bunu zərərsizləşdirməliyik və mən Pənah bəydən fərqli olaraq İrana, İran xalqına, orada olan Azərbaycanlılara hansısa yol göstərməyə cəsarət eləmirəm. Çünki bunu eləmək də doğru deyil. Orada da bizdən kifayət qədər yetkin, iç situasiyanı bilən insanlar var. Özləri yəqin ki bir yol taparlar. Mən çox istərdim ki, elə Pənah bəy marksist olaraq qalsın, mənim əziz dostum. Onda Azərbaycan xalqına daha çox fəaliyyətçi, daha praqmatik, daha rasional düşünərdi. Çünki Azərbaycanı bir imperiya kimi görmək, bu gələcəyin hansısa bir şəkildə yenə də anlaşılmaz bir istiqamətə yönəlməsi deməkdir. Tarixdə qalsın mənim fikrim. İkinci Rusların 1828-ci Azərbaycana girməsi, işğal eləməsi, 1502-ci ildə Şah İsmailin Təbrizə girməsi kimi fərqi yoxdur. Amma sadəcə biri bizə
ağlamağı, mərsiyəni, demək, məzhəb toqquşmaları, dini konfliktləri körüklədi, gətirdi. Uzun illər elə ancaq elm filan hamısı qaldı bir tərəfdə bunu yaşadıq. Rusların gəlişindən sonra isə bizə məktəbin, dünyəvi... Birinci İnqilabiyyənin, ikinci Aleksandrın şəklini vururlar, bizimkilərin Şah İsmailin şəklini vurur. Yox, bir dəqiqə. Sən də partiyanın başçısına birinci İnqilabiyyənin, ikinci Aleksandrın... Deyəcəm mən, Finlandiya qədər müstəqilliyini sevən ikinci xalq tapmaq çətindir, amma Aleksandrın heykəlini də qoyublar ki, bizi İsveçlərdən gəlib. Biri İsveçlərdən gəlib azad edər. Amma 1800... Yox, tələsməyin. Hələ bəlkə də siz o tərəfə daha tez keçərsiniz. Çünki bu cür tərəddüdlü və yanlış yanaşmalar sonda düşmənə işləyən bir yol almağa imkan verər. Bir dəqiqə fikrimi deyirəm. Sözümü kəsmək. Mən sizin sözü kəsmirəm. Sən deyirsən ki, Rusiya işğalı, mən sizə söz deyirəm. Bu millətin nəsibidir. Yox, sizə elə demirəm. Siz onda deyirəm, ona görə deyirəm ki, oxuduğunuzu anlamırsınızsa bizim üzərimizə qoyun. Mən deyirəm ki, Rusiya işğalı... Mən oxuduğumu yox, mən Rusiya işğalı 1920-ci ildə qurulmuş Azərbaycan dövlətini işğal eləmək, bizim dövləti işğal eləmək böyük bir faciə idi və bu dövlətin inkişafını dayandı. Dövlət var idi, onu işğal elədi. Dövlət vardı, işğal elədi. Bizim 91-ci ildə bizim Sovet İttifaqından qurtulmuş, vəhşi bir rejimdən qurtulmuş, bizim bu sabahda Azərbaycan müstəqil dövlətdir. Buna qarşı Rusiya, ya İran, ya başqa ölkənin hansısa bir təcavüzü olarsa, ona qarşı da Azərbaycan xalqı, dövləti mübarizə aparmalıdır. Bu çünki dövlət var və dövlət özünü qorumalıdır. 19-cu əsrin psixologiyası belə ki, Azərbaycanın ən ağıllı xanı İbrahim xan seçim elədi. Orada demək, bizim Gəncə xanı, Cavad xan, başqa xanlarımız hamısı tərəddüddəydilər, ikili yoldaydılar ki, Qacarlarla müttəfiqlik eləyək, ya yeni gələn ruslarla. Qacarlarda sistem köhnə, geridə qalmış, təhsil olmayan bir mədrəsə sistemi idi və bugünkü İranın mövcud vəziyyətində qalmaq idi. Yeni bir mütərəqqi sistemə Qacarlardan qurtulub keçmək isə yeni dünyaya açılım idi. Rusun özünün mədəniyyəti yox idi. Rus Avropadan gələn mədəniyyəti gətirə götürmüşdü və gələndə onun bir parçasını da Dağıstana, bizə filan bunu gətirirdi. Biz bundan ağıllı istifadə elədik. Mən sizə bir şey deyim. Biz Həsən bəy Zərdabi 19-cu əsrimiz bizim Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov əsridir. Yüzlərlə o sizin dediyiniz deyək ki, müəyyən zehniyyətə sahib olan, gerici zehniyyətə sahib olan insanlar müəyyən eləmirdi ki, bizim talihimizi. Fazıl bəy, bir dəqiqə, İbrahim xanın başına və ailəsinin başına nə gəldi? Gələcək də. O nə gəldi? Deyim də nədir? Orada Rus zabitinə qarşı atılan addım və ilkin dövrdə də Rus... Yox, ailəsinə və başına nə gəldi? Mən sizə bir şey deyim. Müstəmləkə rejimlərində bu cür faciələri bütün xalqlar yaşayır. Azərbaycan da yaşayır. Şirvan xanın, Mustafa xanın başına nə gəldi? Başına çox şey. İrəvan xanı, Hüseyin Qulu xanım. İranda qalan xanlar da həmən. Yox, niyə xanları sən Rusiya tərəfdarı kimi verirsən? Yox, tərəfdar deyil. Bu, baxır ki, mütərəqqi sistemi hansı yaxşıdır? Bu gün də Güneydə yaşayan, Cənubda yaşayan Azərbaycanlı baxır ki, dünyəvi dövlətdə yaşamaq. Niyə bura gəlirlər? Bu dünyəvi dövlətin dedikdə tərəfdarı yox. Dedik, rejim dəyişməlidir. Niyə bizdən gedib orada yaşamırlar? Rejim dəyişməlidir. Niyə bizdən gedib orada yaşamırlar? Sən nəyin basasına aparsın? Mən deyirəm ki... Həmən Hüseyin deyir ki, İran rejimi, İranda üsul... Bu mənim fikrimdir. Əlbəttə ki, İran xalqının, İran vətəndaşının iradəsinin nəticəsidir. İndiki teokratik İran rejimi çağdaş siyasi çağrılara, elə ümumiyyətlə o xalqların etnik mənsubiyyətindən asılı olmayaraq, sosial mənsubiyyətindən cavab vermir. Mənim tezislərimi təkrarlayırsan. Başdan başlayanda nə dedin? Başdan başlayanda mən deyirəm ki, İranda dünyəvi dövlətin mövcud olması, İranda demokratiya ola bilməz. İndiki şərtlərdə uzun 30 ildə, 50 ildə ola bilməz. Demokratiyanı şərtləşdirən İranda mühit yoxdur. Mühit ona görə yoxdur ki, orada mollalıq, klerikal ruhanilik bir sinifdir. Bu sinif hər zaman güclü sinif olaraq qalacaq. Əlində kapital var və İranda da burjuaziya, sənaye burjuaziyası deyil. İranda burjuaziya əsasən bazar mərkəzli burjuaziyadır. Bazar faktoru İranda həlledici faktordur. Bu gün də bütün hadisələrin başlaması bazardan başladı. Valyutanın yenməsi ilə bazarlar bağlandı, etirazlar başladı. Söhbət ondan gedir ki, bugün bizim Azərbaycan tarixini də doğru təhlil eləməsək, biz orientir olaraq qalmışıq. Bunu təhlil ediblər də mən sənə bir dəfə başsız qalmışıq. Fazil bəy, mən sənə dedim ki, bax 59-cu ildə rus dilində, 62-ci ildə 3 illik Azərbaycan tarixi nəşr olunub Sovet dönəmində. O sən deyən tezislərin hamısı. Həmin ilk dəfə onda sistemli halda dərc olunub. 59-da başlanıb birinci cilt çıxıb.
O cümlədən ikinci cildində də Azərbaycanın Rusiya birləşdirilməsi dövrüdür. Çarizm dövrü. Aydındır. Azərbaycan Rusiya birləşdirilməyib. Azərbaycan Rusiya işğal eləyibdi. Oh! Bəs işğal eləyib də. Amma Azərbaycan nə statusda işğal eləyibdi? Müstəqil bir azad dövlət statusunu işğal eləməyib ki. İki. İranla, yox, Türkmənsayla Gülüstanda Azərbaycan termini var. Yenə Sovet dövründə 8-ci sinifdə sən də oxumusan, yəqin mən də o dövrdə Azərbaycan tarixi 8-ci sinifdən keçiriyordu. O qeyd elədiyim akademik Elmlər Akademiyasının Tarix İnstitutunun buraxdığı 3 illikdən əlavə orta məktəb dərslikləri vardı. Orada xüsusi yazılırdı. Azərbaycanın Rusiya birləşdirməsi olsun işğalının mütərəqqi, o sən deyən tezislərin hamısı, mütərəqqi əhəmiyyəti kimi sən deyən şeylər elə. Mən deyirəm, sən oxumursan axı kitabları. Get Nəsib Nəsibzadəni oxu. Bütün görmənlə deyirəm, sənin dediyin şeylər. Hamısı mütərəqqi və müsbət cəhətləri var. Sən deyən məsələlər. Yəni sən ki biz Dilarə Seyidzadəni oxumusan? Sən bir mənə qulaq as. Eyni ki oxu da. Gör mən nə deyirəm? Deyirəm ki, sən ki deyirsən ha biz tariximizə yenidən baxmalıyıq və s. 70 il Sovet hökuməti dövründə o tarixə yenidən baxıblar. O sən deyən bu onlar ancaq müsbət deyiblər. Onlar ancaq müsbət deyiblər. Mən deyirəm ki, bunun müsbət və mənfi tərəfləri olub. Bunu təkcə mən demirəm. Azərbaycan burada tezislər səsləndirirsən ha. Buradakı bu falan maarif nə bilim dünyaya açılış və s. Bu məsələlər hamısı deyilib. Bəli. Burada ondan nəyə narazısınız ki? Yəni sən həmin o Rəssoyda harda yetişdi? İcazə ver də. Fətəli xan Xoyski mənə qulaq as. İcazə ver. Fətəli xan Xoyski Azərbaycanca danışa bilirdi. İcazə ver. Mən yox danışa bilirdi. Yox sən mövzuya qaç. Mövzu deyil, sən bilmirsən axı nə var. Bir səbr elə. Bir səbr elə. Bəli. Gör mən nə deyirəm. Deyirəm ki, bizə Sovet dövründə, ondan əvvəl Çar Rusiyası dövründə Azərbaycanın Rusiya birləşdirilmə deyirdi, eləmi? Bəli. Birləşdirilməsinin mütərəqqi əhəmiyyətinə barədə belə en sayda kitablar yazılır. Sonra o necə deyirlər, tədqiqatlar dırnaqarası və yaxud elə əhəmiyyətli elmi tədqiqatlar da var içində. Aparılıb və s. eləmi? Bəli. Biz buna yenidən baxdıq. Bəli. Və milli hərəkatımız dövründə, müstəqillik dövründə Azərbaycan bu demək respublikasının müstəqil olduğu dövrdə və indi də artıq Azərbaycan milli ideologiyasının, həm də ideologiyasının bir mühüm hissəsi olan bir Azərbaycan tarixi, tarixşünaslığı və Azərbaycan tarixi və tarix şuuru formalaşıb bugün. İstər tarix institutunda bugün siyasi simpatiyasından asılı olmayaraq. Alimlərimiz tərəfindən, adını çəkdiyimiz alimlər tərəfindən, adını çəkmədiyimiz alimlər tərəfindən ortada bir bizim milli ideologiyamızın, o cümlədən müstəqil dövlət ideologiyamızın mühüm bir tərkib hissəsi olan, elementi olan demək tarix şuuru formalaşıb. Siz nəyə yenidən baxmaq istəyirsiniz? Nəyə yenidən baxmaq? Məsələn, siz 28-ci il olmasaydı, Pənah Hüseyn İranda bir molla olacaqdı. Yəni artıq sən təhsil olmayacaqdın. Bir normal modern məktəbdə olmayacaqdın. Və sən bu günləri mütləq, çünki siyasi fəalsan, mütləq mollalığı seçəcəkdin. Mən də demək istəyirəm, o bayaq da fikir deyəndə dedim ki, dünyəvi dövlət o deməkdir ki, dövlətin başında dinçi düşüncə durmur, ruhani durmur. Qalan amma dinə münasibət, bunlar hər yanda var da. Bunu kimisə sıxışdırmaqdan söhbət getmir. Əksinə, məsələn, dini baxışa görə adam öldürmürsən, edam eləmirsən, fərqli bir düşüncəyə görə insanları məhv eləmirsən. Dünyəvi dövlətin mahiyyəti budur. Və dünyəvi dövlətdən sonra isə demokratik dövlətə keçid tədricən, çünki xalqın bunu müəyyən dərəcədə pluralizmə, fikir azadlığına, vicdan azadlığına, tolerantlığı yaranır. Bu xalqı cəmiyyətə əhatə eləyəndən sonra qalıcı demokratik ölkə qurmaq mümkün olur. Bəzən bizdə bunun da sıxıntıları var. Biz bunu, çünki daxilən tolerant deyilik axı, bir çox məsələlərdə baxışımız doğru deyil. Mən demək istədiyim odur ki, onlar bunu göstərirlər, amma onlar həm də heyfslənirlər ki, kaşca bu belə olmayardı. Belə olmayanda nə olacaqdı? Alternativ İranlı olacaqdı. Alternativ oydu. Mən bu fikri müdaxilə, yəni hüquq məsələlərinin düşünməyin əleyhinə deyiləm. Amma onu səsləndirməyi çox təhlükə hesab edirəm. Çox təhlükəli hesab edirəm. Və bu onsuz da zamanı gələndə hər bir dövlət özü situativ qərarları qəbul edəcək. Və təhlükə yaranarsa, hansı addım olarsa bunu atacaq. Amma bunu bu fikir olaraq bugün bir qonşu dövlətə yönəlik hansısa bir səsləndirilməsini doğru hesab eləmirəm. Yəni bu bəlkə səmimi şəkildə
belə düşünülə bilər, amma bu bizim dövlətin marağı baxımından uyğun görmürəm. Və ona görə də oradan yoxdur, oradan da çağrı yox, ümumiyyətlə var oradan heç bir sifariş də yoxdur. Və orada siz diqqət edirsiniz, əsas küçədə olan qüvvə daha çox ərəb, fars, kürd və başqa elementlərdir və orada da bir şey unutmayın. Azərbaycan üçün ən böyük təhlükə orada silahlandırılmış Kürd rejimidir və sabahları Amerikada, İsraildə onlara çox böyük dəstək veribdir və Azərbaycanlılar əslində ərazi itkisinə və başqa məsələlərə burada daha çox məruz qala bilərlər. Ona görə də biz daha çox bu istiqamətdə düşünməliyik ki, Azərbaycanlılar özlərini qoruya bilsinlər. Və Azərbaycanlıların da bizim bütövlükdə Türkiyənin özünün də marağına uyğun deyil ki, İranda hər hansı bir parçalanma olsun. Bunu bir mənalı şəkildə bilməliyik. Dünən Xarici naziri açıq şəkildə ifadə edir. Marağına uyğun olmayan bir tezisi bizim hansısa bir şəkildə düşünməyimiz yaxud da önə çəkməyimiz məntiqli sayılmaz. Bu baxımdan da qeyri-müəyyən demə. Hansı fikirdən söhbət gedir? Yox, müdaxilə, hərbi müdaxilə. İcazə verin. Əgər Türkiyənin maraq və mənafeyinə uyğun olmayan senaryoda inkişaf eləyərsə, xarici xüsusən qüvvələrin tərki ilə Türkiyə müdaxilə eləməli deyil. Yox, elə Türkiyə özü müəyyənləşdirəcək. Biz burada nəzəri məsələləri müzakirə edirik, politoloji. Elə məsələ var ki, o nəzəri müzakirə eləyə bilərik. Bəli. Biz rəsmi konkret bir dövlətin, konkret bir dövlətlə bağlı hələ ki bir situasiyada bir xüsusi bir dəyişiklik yoxdursa, biz bunu səsləndirməyimiz doğru deyil. İndi təbii ki, indi siz məsuliyyət daşımırsınız, bir rəhbər, rəsmi vəzifə tutmursunuz, amma hətta tutmasaz belə Azərbaycan siyasəti adından bunu kiminsə ifadə eləməsi doğru deyil. Biz biraz ora yenə də dövlətlərarası münasibət kontekstində baxmalıyıq və orada hadisələrə İran xalqının özünüz də qeyd elədiniz, İran xalqının hərəkatı kimi qiymətləndirməliyik. Biraz özümüz də dərhal onu Cənubi Azərbaycan, orada bir deyir, heç bir oğlan evində toydu, qız evin xəbəri yox prinsipi ilə biz buna yanaşa bilmərik. Biz çalışmalıyıq ki, insan haqları kontekstində bir sıra məsələlər həll olsun və bu təbliğat aparaq ki, bu qırğınlar dayansın, hansısa bir addımlarda müəyyən təzyiqlər göstərək. Amma başqa məsələlərdə çox bizim qarışmamız bizim bugünkü hədəflərimizə ziyan vuracaqdır. Deyəmişkən, bir tamaşaçımız da deyir ki, ölkədə iki tanınmış ziyalının eyni tarixi məsələsində, eyni tarix məsələsində ortaq məxrəcə gələ bilməməsi faktının özü bir problem deyilmi deyə bir ritorik sual verir. Qətiyyən bir problem deyil. Əslində siz buna artıq alışmalısınız ki, ölkədə baxın, indi Türkiyədə bir tarix haqqında 10 əsər yazılır. Bir Roma hüququ haqqında 50 əsər yazılır. Hər kəsdə öz fərqli baxış ucağına. Əksinə, bu fikir pluralizm olmalıdır ki, insan öz ağlı ilə süzgəcdən keçsin ki, mənim dediyim məntiqlidir, ya Pənah bəyin dediyi məntiqlidir. Və buna görə də bu cəmiyyəti biz bunu öyrətməliyik. Yəni bir hadisə ilə əvvəldən baxışımız eyni olduğuna hadisələrin hamısında müəyyən dərəcədə uduzmuşuq. Biz birsiz fikirdə həmrəylik deyilən bir anlayış yoxdur. Millətin biz həmrəylik günü elan eləmişik ya. Bu xalqın ümumi hədəflərdə demək hamının müştərək maraqlarına uyğun birlikdir. Amma bir fikirdə həmrəylik olan xalqlar məğlubiyyətə gedirlər. Çünki fərqli doğru yolun göstərilməsinə insanların baxışları fərqli ola bilər. Bəlkə bunun içindən bir alim bir söz deyə bilər, onun dalınca bir doğru söz deyər, kütlə getməz. Amma bir mollanın dalınca gedən bir 10 milyon adam gedər qətliama çıxar. Bizim Səttarxan hərəkatında biz həmişə şişirdirik, deyirik belə. Səttarxan özü açıq deyir ki, mən Nəcəf üləmalarının arzusuna yata ki, qəbrin üstündə yazır, mən şəriət qanunlarının bərpası üçün mərcəyi təqlidimin iradəsini həyata keçirdim. Qəbrin üstündə yazılır. Yəni adamı biz milliləşdirirdikcə mahiyyətcə tamam fərqli bir şeydir. Yəni biz o şeylərə biz ciddi yanaşmalıyıq. Türk ordusu girib məsələn Təbrizə istəyir İranda müəyyən bir şeyləri ümumiyyətlə o vaxtda turançılıq falan yaratsın. Ən çox etiraz edən, müqavimət göstərən kim olur? Xiyabani. Qarşıda niyə sürgün eləyirlər? Yəni biz bunları bir doğru qiymətləndirməsək, təzədən tarixin yeni bir hansısa bir bu cür situativ hadisələrində yenə də yanlış qərarlar verəcəyik. İranda baş verən proseslərin bir son özətini daha dəqiq qiymətləndirməsini alım. Sizcə hadisələr belə deyək, proqnozlaşdırılmayan bir xətt üzrə inkişaf edəcəyini insanlarımız soruşur. Yəni bu dəfəki aksiyalar daha öncəki İran aksiyalarının 12 günlük bir dəfə olmuşdu, bir həftəlik bir dəfə olmuşdu və s. Nə ilə fərqlənir və bu dəfə gerçəkdən də Trump ordu yeridə bilərmi? Xamenei və Pezeşkiyan qüvvələrini səfərbər edib də bu aksiyaları yatıra bilərmi? Çünki Pezeşkiyan da aksiyanın hərəkət verici insanları ilə görüşür, danışır.
danışır, müzakirələr apar. Yəni sönə bilərmi yavaş-yavaş, yoxsa daha yeni bir mərhələ, hökumət dəyişikliyi, molla rejiminin devrilməsi, Xameneinin ölkədən qaçması və sair kimi ssenarilərlə müşahidə olunacaqmı? Düşüncəmə görə indiki vəziyyətdə hər hansı bir şəkildə dəyişikliyin belə çevik baş verməsi mümkün deyil. Çünki hakimiyyətin tərəfdarı ola biləcək müəyyən bir sinif kifayət qədər və hakimiyyətdən bəhrələnən kifayət qədər ciddi bir sinif var. Bu cür hakimiyyətlər ancaq xarici müdaxilə ilə devrilə bilirlər. Yəni bunu unutmayın. Daxili resursla bunu devirmək yaxud da dəyişmək mümkünsüzdür. Bu çünki diqqət edirsinizsə indi hadisələr niyə biraz daha irəli gedə bildi əvvəlkindən? Çünki 12 günlük savaşda kifayət qədər rejimi zəiflətdilər. Növbəti mərhələdə bu zəiflətmə prosesi davam etdikcə bura qara qüvvətləri falan məsələsi, quru qoşunlar falanlar imkan yoxdur. Yəni bunu ancaq Kürd birliklərinin orada uzun illərdir hazırlanması və orada Kürd separatizminin körüklənməsi ilə bu baş verə bilər. Və bunun da qarşısında ən çox rejimi müdafiə edən Azərbaycanlıların durması gözlənilir. Və Azərbaycanlıların da xeyli hissəsi rejimin həm də qoruyucusu. Çünki rejimdən mənfəət alan əsas hissələrdən biri biz siz sadə kəndlinin deyək ki, baxış bucağından, yoxsulluq prizmasından məsələyə yanaşmayın. Daha çox hakimiyyətdən bəhrələnən insanların baxış bucağına daha çox diqqət yönəldin. Və ondan sonra da indiki İran bu hadisədən sonra əgər yenidən islahata başlasa belə islahat effekt verməz. Çünki İranda bu oyunu oynadılar. Yarı mühafizəkar gəlir, yarı islahat. Amma prezidentin səlahiyyətləri, hökumətin səlahiyyətləri olmadığına görə əsas nüvə odur ki, demək, dövlətin başında dini ideoloji düşüncə heç vaxt qoymur ki, bir həddən sonra insanlara lazım olan azadlığı verəsən. Və bu baxımdan da ancaq xarici müdaxilə addım atılarsa, artıq onda cəsarətlənib xalq müəyyən bir kütləvi ixtişaşlarla nəyisə edə bilər. Burada da mən qeyd elədim, burada inqilab baş vermir. Burada ixtişaş baş verir. Trump edə bilərmi bunu? İnqilab baş vermək üçün bu cür totalitar rejimlər öz daxilində özünə qarşı mübarizə apara biləcək siyasi qüvvəni imkan verməyiblər. Hamı xaricdədir. Yəni mücahidlər xaricdədir, Rəcəvi, o biri Şah oğlu xaricdədir, Cənubi Azərbaycan hərəkatının üzvləri xaricdədir. Heç biri daxildə hansısa bir təşkilatlanma imkanına sahib deyil. Və burada da motivasiya daha çox sosial-iqtisadi motivasiya olduğuna görə kütlənin demək ki, niyə məsələn Şah faktoru önə daha çox çıxa bilir? Çünki kütlə üçün yaddaşında qalan populyar isim odur. Yeni bir ismi yaratmaq çox çətindir. Xomeyni də elə-belə havadan gəlmədi ki, yəni bir dini sistemdə bir 20 il onun moizələri, fikirləri yayılandan sonra artıq ortaya çıxanda hamı təəccüblə qarşılanmadı ki, bu cinahdan kimsə gəlməlidir. Çünki o daha mücahidlərdən güclü oldu, Tudədən güclü oldu və onlarla müttəfiqlik zəminində gəlsə də xarici ona görə aldada bildi. Onlarla birlik zəminində gəlsə də onları gələn kimi 2 il ərzində hamısını məhv elədi, öldürdü, asdı, ölkədən qovdu. Budur, məsələnin biraz dinamikanı baxsaq, bu cür demək gedişat ancaq xarici müdaxilə ciddiləşərsə və Amerika bunu müəyyən dərəcədə istəsə edəcəkdir. Mənə elə gəlir ki, ancaq Amerikanın da seçdiyi taktika budur ki, bunu növbəti mərhələyə də saxlaya bilər. Yəni hər mərhələ bir qədər zəiflədir. Hər mərhələ bir qədər insanlar cəsarətləndirir və onda artıq daha fərqli bir dəyişim yaratmaq mümkün olacaq.